Qoç, adət etdiyiniz ənənəvi məqamları asanlıqla çözmək olar. Uğurlu, alicənab insan təsiri bağışlamağa can atmayın. Bədxərclik etməyin. Sevdiyiniz insanla vaxt keçirin. Nəvazişə ehtiyacınız var. Axşam saatlarında normal istirahət edin. Buğa, ailə büdcəsinə bir də nəzər salın. Yaxın gələcəklə bağlı planlarınızı dəyər verdiyiniz insanlarla müzakirə edin. Axşam saatlarına yaxın yaradıcılıq potensialınızı artırın. Ötən günlərdəki pis hadisəni xatırlayıb bədbinliyə qapılmayın. Əkizlər, ciddi şəkildə çalışmaq lazımdır. Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə münaqişəli situasiya yarana bilər. Amma məsələni heç bir problem yaranmadan həll edə bilərsiniz. Ailə qayğıları sizin bilavasitə təxirə salınmaz müdaxilənizi tələb edir. Xərçəng, istənilən problemin diplomatik həllini tapa biləcəksiniz. Bu, rəhbərliyin nəzərindən qaçmayacaq və sizdən ən çətin layihənin icrası ilə məşğul olmağınızı xahiş edəcək. Sizə olan etibarı itirməyin. Doğmalarınıza da vaxt ayırın. Şir, yaxınlarınızla münasibətlərdə həssas, qayğıkeş olun, yardım istəyənlərə kömək edin. Yeni tanışlıqlar və tərəfdaşlar tapmaq üçün əlverişli zamandır. Romantik görüş istisna deyil. Sevdiyiniz insanın qayğınıza ehtiyacı var. Axşam saatlarına yaxın məşq etmək, idmanla məşğul olmaq mümkündür. Qız, qıcıq olmayın. Mənasız qısqanclıq, süslük və laqeydlə əvəzlənə bilər. Belə vəziyyətdə ən yaxşısı axşam saatlarında normal istirahətdir. Tezliklə özünüzü ələ almalısınız. Əks təqdirdə depressiya qaçılmazdır. Tərəzi, indiyədək görmədiyiniz nüanslar sonradan çətin dəf ediləcək səddə çevrilməməlidir. Doğmalarınızla danışanda sərt olmayın, onlara inanın, məsləhətlərindən faydalanın. Əqrəb, özünüzə pul xərcləyin. Yaxınlarınız ailə qayğıları və məişət problemlərinin böyük hissəsinin həllini sizə həvalə edəcəklər. Xüsusən axşam saatlarında başqalarının problemlərinin həlli ilə məşğul olmalısınız. Yorğunluq hiss edəcəksiniz. Oxatan, bəzi problemlərin sizə bilavasitə aidiyyəti olmasa da düşünülmüş qərarlar verməlisiniz. Günün ikinci yarısında çoxdan arzuladığınız işlərdən birini reallaşdıra bilərsiniz. Alış-verişdə ifrat simiclik etməyin, ailə büdcəsinə zərbə vurmayın. Oğlaq, bir qədər istirahət etsəz pis olmaz. Yeni məşğuliyyət növü tapmaq üçün münasib gündür. Yaxınlarınızla münasibətlərinizi elə qurun ki, anlaşılmazlıq və mübahisə yaranmasın. Axşam saatlarını sevdiyiniz insanlarla keçirmək məsləhətdir. Dolça, günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə ciddi problemlər yarana bilər. Təmasları yaxınlaşdırmaq üçün ailə üzvlərinin də maraqlarını nəzərə alın. İş prosesində son dərəcə fəallıq tələb olunur. Rəhbərliyin rəğbətini qazana bilərsiniz. Balıqlar, hamıdan ağıllı və yaxşı olduğunuzu düşünməyin. Tərəfdaşlarla və şəriklərlə ünsiyyətdə diqqətli olmaq lazımdır. Münasibətləri korlamamaq üçün güzəştlərə meyilli olun. Axşam saatlarına yaxın passivləşməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa can atın.